Səhabələr kitabı 1-ci cild və Səhabələr kitabı 2-ci cild. Hər ikisi eyni qalınlıqda, eyni tərtibatda və eyni vaxtda nəşr olunmuş kitablardır. Yenicə çapdan çıxdı və kitabın içərisi nəfis tərtibatlı, eyni Muhammed kitabı kimi, Peyğəmbərlər kitabı kimi və rəngli kitabdır dostlar. Rəngli kitabdır, rəngli çapdır. İçərisindəki şəkillər qədim dövrü əhatə etdiyi üçün septik üslubda çəkilib. Yəni rəngli, amma qədimi dövrü əhatə edən üslubda və bu kitab daha çox 13 yaşlı uşaqların, 13 yaş böyüklərə nəzərdə tutulduğu üçün, hətta böyüklər üçün də içərisində şəkillərə yox, daha çox mətnlərə yer ayırmışam və kitab deməli içərisində olan hər bir səhabənin başlığı, məsələn Talha ibn Ubeydullah, ona aid olan bir qoşa səhifə şəkillə başlayır və həmin şəkildə təbii ki səhabələrin və o dövrün insanlarının üz rəsmi göstərilmir və içərisində onların həyatına aid hər hansı bir hadisənin, önəmli bir hadisənin, hansı ki tarix boyu gəlmişdir, həmin hadisənin deməli təsviri verilir və o hadisə qısa şəkildə hər girişdə qeyd olunur və beləcə həmin səhabənin həyatı başlayır dəqiq mənbələrə əsaslanan hadisələrlə. Yəni tarixdə çox bir şeylər biz görə bilərdik, amma dəqiq, səhih olanlarını mən yığmışam doğumundan ölümünə qədər və hər səhabənin sonunda fəzilət deyilən bir hissə var. O fəzilətdə hədislər və ayələrlə hansı səhabəyə ki aiddir, onlar bir-bir qeyd olunur və hər birinin mənbəsi qeyd olunur. Misal üçün Səid ibn Zeyd, onun haqqında olan bir hissə, şəkil və içərisində olan və kənarlarını da belə gözəl tərtibatda etdi ki, oxuduqca sizə maraqlı olsun. Çox aydın, gözəl şriftlə yazılıb. Bu məlumatlı kitabdır dostlar. Səhifə sayı hər kitabda baxın 204 səhifədir. Bu 1-ci cild və 2-ci cilddə inşallah ki elə onun kimidir.